Nale səsi Ne baş verib? Ne için? Hey zindanban! 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 Hey! Hey! Niye kışkırırsınız? Ne olub? Camaat niye ağlayır? Nə olub, nə baş verib? Oturun yerinizde. Danış. De görək ne olub? Alçaq bir söz de! Bir söz de! Bilmək istəyirsiniz? Yaxşı, deyərəm. Bu Bəni Haşimin ağlaşmasıdır. Çünki Həsən İbn Əli vəfat eləyib. Yox, yalan deyirsən! Allah sana lanet eləsin. Alçak, sen bizi incitmek istiyorsan. yalan dedin! De ki bu haber yalandı! Məyər sizdən qorxuram? Həsən İbn Əli vəfat eləyib. Yalandı! Kəsin səsinizi, alçaqlar, əcraflar, kəsin səsinizi. Yalan deyirsən! Alçağım bir alçaq! Kömək elə! Alçaq, yalancı! Yalandı! Bırak! Yalandı! Ey gözətçilər! Zindanban öldürdülər, bura gəlin! Tez olun! Çıxış
Çıkış yolu bağlıdır. İndi əsgərlər gələcək. Gəlin, cəld olun. Biz ne edək? Cəld olun. Çaremiz yok. Tez Gerek olun. hücum eləyək. Yaxşı. Gəlin, Hücum edək. gəlin. Cəld olun. Məhəmməd. O ne eləyir? Allah'ın kömeğiyle alındı. Tez olun. Şimdi çıkabilirsin. Telaşın. Tez tez. Cəld olun. Tez olun, gəlin. Gəlin, cəld olun. Cəld olun, cəld olun. Tez olun. Məhəmməd. Məhəmməd, gəl. İleri. Cəld olun. Tələs. Gidin. Siz gidin gidin. Yaxşı onda tez ol. Başa düşmədim. Burada nə olub? Hasan İbni Ali'nin taraftarları zindandan kaçıblar. Nə? Neyniyək? Gəlin, ehtiyatlı ol Şümür. Gelin, gelin, gözetçiler. Gelin. Kesin kabaklarını.
Sərdar bir bax. Zindandan qaçan həmən adamlardır. Onlardan əl çək. İndi onlardan daha mühüm işlərimiz var. Bugün deyəsən çoxlu qan töküləcək. Dayanın! Dayanın! Mən Mərvan İbni Həkəm Mədinə valisi kimi sizə bir sualım var. Ey həkemin oğlu, yaxşı budur özünə və yanındakilərin canına heyfin gəlsin və Həsən İbni Əlinin əzadarlarının yolundan çəkiləsən. Yoxsa and olsun Allaha, indi bizə elə bir hal gəlib ki, qılınca əl atıb döyüşsək, sizdən heç birinizi sağ qoyan deyilik. Hadi, dedim ki sizə sualım var. Dostcasına edilən sualın cavabı məyər budur? Biz məvvamız Həsən İbni Əlini Məscid-i Nəbidə babasının yanında dəfn eləmək istəyirik. Bu mümkün deyil. Mümkün değil. Mümkün değil, ha? Mümkün değil. Yox, mümkün deyil. Məyər Bəni Haşim qoydu ki, biz Osmanın cəsədini Peyğəmbərin qəbri yanında bastıraq? Osman məsələsini araya qatma. Söhbət Həsən İbni Əli'dən gedir. Həsən İbni Əli Peyğəmbərin əziz evladıdır. Osman da Qur'anı yazanlardan və Peyğəmbərin yaxın səhabələrindən idi. Sen kes sesini otur yerinde qara köpək. And olsun Allah'ın birliğine bu dəfə də qılınca el atsam, sana elə bir zərbə vuracağam ki, məlun əcdadına qoşulasan. Dayanın! Dedim ki dayanın! Mənim etiraz eləməyə başqa sübutum da var. Elə indicə Ümmül Müminin Ayşə bizə qasid göndərərək belə əmir verib və tapşırıb ki, Həsən İbni Əlini Məscid-ül Nəbidə dəfn eləməyə icazə verməyək. Hərəkət eləyin. Dayanın! Duruşmayın! Mənə qulaq asın! Hüseyin İbni Əli buyurur, qardaşım vəsiyyət eləyib ki, mənim dəfnimdə heç bir müsəlmanın qanı tökülməməlidir. Əbu Abdullah buyurdu ki, Bəqi qəbristanlığına tərəf hərəkət eləyin.
Burada ne baş verir? Bırak beni canım. Siz kimsiz? Burada ne olur? Bu sarayda ne inirsiniz? Dayanın. Tutun bunları. Başa düşmeyen ne olur bakın. Hara gedirsiniz? Həccar. Ne olur? Bu şehirde ne baş verir? Taun. Taun. Yok. Bırak beni. Bırak. El vurma bana. Bırak. Gel gidelim. Xahiş edirəm. Xahiş edirəm. Xahiş edirəm. Müğeyrenin kıymesi odur. Müğeyre. Bütün bu müddet ərzində bir anda olsun siması gözümün qabağından çəkilməyib. Hər dəfə onun əmri ilə cəllad qılıncını endirərək Harisi öz qanına qəltan etməsi anı yadıma düşəndə qanım cuşa gəlir. Mən də hər dəfə onun mədayindəki sifətini yadıma salanda özümdən ixtiyarsız olaraq qəzəblənirəm. Əba Məhəmmədin xeyməsindən çölə çıxarkən təbəssüm eləyib fəxrlə dedi ki, Həsən İbni Əlidən başqa heç kim müsəlmanların fikrini çəkmir. Orada çaxnaşma düşməsinə də səbəb elə o sözü oldu. Aha. İbn Hüreys. Al. Gör emir bizim mektubumuzun cevabında ne yazıp? Sen çölde gözle. Oxu. Yazıb ki, haqqın yoxdur Dəməşqə ayaq basasan, orada qal, qoy tağın keçib getsin. Qorxur. Qorxur ki, birdən tağını özümüzlə Dəməşqə, onun sarayına apararıq. Görürsən? Görürsən bizim zəhmətimizi necə qiymətləndirir? Bəs indi neyniyək? Nə vaxtacan burada qalmalıyıq? Məyər körsən, görmürsən, məktubda nə yazıb? Taun keçib gedənəcən. Taun nə vaxt keçib gedəcək? Nə vaxt keçib gedəcək? Mənlə səni cəhənnəmə göndərəndən sonra. Sabah Kufəyə bir qasid göndər. Qoy gedib oradakı hadisələrdən bizə xəbər getirsin. Baş üstə.
Siz kimsiz? Tao. Gelmişik seni cehenneme vasil edek. Vur. Bir kadar evvel ile istediğin de buydu. Cəhdə o kəcavədə oturub. Gedir ki, xəyanətinin mükafatını Müaviyyədən alsın. Hazırım. Sənə görə ya Həsən İbn Əli. Koymayın kaçsınlar. Tutun onları. Tepenin arkasına gidin. O taraftan. Tez olun. Kaçmaya koymayın. Tez olun. Çat terpenin. Çat terpenin tez olun. Koymayın kaçsınlar. Qalxın, qalxın. İndi ki, hamımız Əmirəl-Mömininə olan beyyətimizə bu dünyadan köçüb gedənə qədər sadiq qalacağına söz vermişik. Siz cəmaatın dilindən xəlifəyə və vəliəhdinə deyiləsi sözüm var. Heç rəvadır ki, özümüz bugün sənin kimi böyük əmirdən bəhrələnək. Amma sabah övladlarımız xəlifəsiz qalıb, belə böyük neymətdən məhrum olsunlar? Vallah yox. Onda bu əsl ədalətsizlik olar. Müsəlmanların xəlifəsinin bir canişini olmalıdır. İndiki halda həqiqətən də sənin xələf oğlundan başqa kimdir ki, xəlifəlik kürsüsünə layiq və Allah xəlifəsinin davamçısı ola? Allah Əmirəl-Möminini salamat eləsin. Həqiqətən indiki vaxtda Yeziddən başqa heç kim layiq deyil. Ey Əmirəl-Möminin! Ey Əmirəl-Möminin! Özündən sonra ümməti başsız qoyma! Allaha şükür olsun ki, mənə və ailəmə bəndəçilik və müsəlmanlara xidmət etməyi nəsib eləyib. Bu elə mənə bəsdir. Bundan böyük nə ola bilər ki? Bu dünya bir oyuncaqdır. Vallahi mən bütün bunlardan bezib təngə gəlmişəm. Bir qarış torpaq, biraz da su olsun gedib əkim, öz zəhmətimlə çörəyimi hazırlayım. Ömrümü də ibadətlə keçirim. Amma əfsuslar olsun ki, Allah bu məsuliyyəti mənim boynuma qoyub. Oğluma gəldikdə isə yox, daha buna razı ola bilmərəm. Bəsdir, daha qəbul eləmərəm.
Allah, 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 ilahi, onun izzətini artır ki, o sənin izzətini qoruyan və bəndələrinin istəyini həyata keçirəndir. Allah öz köməyini səndən əsirgəməz. Əgər cəmaatın istəyini qəbul eləyib, belə bir ağır yükü biz bəndələrin üstündən götürəsən. Agah olun cemaat, agah olun. Əgər əmir əl-müminin qəbul eləsə, mən bu böyük nemətə şükür əlaməti olaraq 100 baş qoyun, 15 dəvə, 12 baş köşək qurban kəsib kasıblara paylayacağam. Mən sən dediyindən 2 qat artığını verəcəyəm. Allah əmir əl-möminini salamat eləsin. Mən bundan 3 qat artıq ehsan eləyəcəyəm. 300 qoyun, 30 dəvə və 40 köşək. Bunu siz istəyirsiniz. Bəlkə heç cəmaat razı deyil. Tutaq ki, gəldi. Mümkün deyil. Ya, mümkün deyil. Danışmaq lazım. Ya, gözüm su içmiş. Heç mümkün. Mən buna əsla razı deyiləm. Elə bilirsiniz, gələndə yaxşı olur. Dəməşq və Şam cəmaatı ki, mən bilən oğlumu yaxşı tanıyır. Onun necə ibadət və təqva əhli olduğunu bilirlər. Hətta deyəsən onu hamı çox istəyir. Və mənə elə gəlir ki, heç kim onun xəlifəliyinə etiraz eləməz. Bəs siz ay böyüklər, siz nə deyirsiniz? Yezidin mənim vəliəhdim olmasına razısınız? Əgər narazı olan varsa desin, heç bir maniyə yoxdur. Heç kim o adama toxuna bilməz. Əmin olmaq üçün bir daha soruşuram. Siz hamınız sidq ürəkdən oğlum Yezidlə beyət edirsiniz? Bəli, bəli, bəli. Heç kimin qəlbində azacıq da olsa şək şübhə olmamalıdır. Beyət sidq ürəklə, səmimi, arxayınçılıqla olmalıdır. Allah qəbul eləsin. Yolda xanımı oxla vurublar. Sözsüz ki, Həsən İbn Əlinin tərəfdarlarının işidir. Ölüb? Bəli, hər iki ox düz ürəyinə sancılıb. Vuranı tutublar. Xeyr əmir, deyəsən 2 nəfər olublar. Hər ikisi qaçıb. Onun cansız bədənini görmək səni narahat eləyir? Nə deyim? Bilmirəm. Mən cansız bədənləri çox görmüşəm. Bundan sonra daha çox görəcəksən. Elədir. Amma öz cəsədim haqda düşünəndə biraz dəhşətə gəlirəm. Və mənim cəsədim. Doğrudur. Və sizin cəsədiniz. Əmirin də cəsədi məni narahat eləyəcək. Yazıq, necə də həvəsli idi.
Axırda arzusuna da çatmadı. Sənin xəlifəliyini görmədi. Bəli, yazıq. O, bu sarayda belə arzusu olan yeganə adam idi. Bir də mən. Əlbəttə ki, siz də. Amma siz də görməyəcəksiniz. Yezid hardadır? O mənə atasının sarayını göstərməlidir. Bu qadın kimdir? Əşəs İbni Qeysin qızıdır. Həsən İbni Əlini qətlə yetirən həmən qadın. Yaxın gəl görüm. Alçaq, nə cürətlə məni belə çağırırsan? Heç bilirsən ki, sən indi kimlə danışırsan? Mən Cədə, Yezid İbn Muaviyyənin xanımıyam. Tez mənə təzim elə. Bu qadın deyəsən ağlını itirir. Bu nə danışır? Məni tanıyırsan? Səni tanımıram. Mən Muaviyyəyəm. Muaviyyə? Belə bir adam xatırlamıram. Yox, mən təkcə Yezidi tanıyıram. Yezdi tanıyırsa? Bəli, tanıyıram. İyrənc it balası. Sən nə cürətlə mənimlə söhbət edib, belə axmaq suallar verirsən. Heç ola bilər ki, mən öz ərimi tanımayım. Tez ərimə xəbər verin. Ona deyəsiz çox vacib bir sözüm var. Yeziddən nə istəyirsən? Həmin kuzəni. Nə kuzə? Həmin kuzə ki, Əba Məhəmməd ondan su içdi. Mən də ondan bir qurtum içmək istəyirəm. Bəlkə susamışam. Dəli olub. Dəli? Dəli sənsən ki, məni tanımırsan. Bu saat sənin gözlərini çıxartdıraram. Xanım, qalx. İndi kuzəni gətirməlidirlər. Zəhəri onun içinə tökməliyəm. Harda gizlətmisən onu? Tez o zəhəri ver mənə. Mənim gələcək həyatım ona bağlıdır. Baxın, buna baxın, yatıb. Özü də belə bir vaxtda. Düz elə bir vaxtda ki, mən işi bitirmək qərarına gəlmişəm. Aç gözlərini xanım. Zəhər hardadır? Kiçik kuzəni götürən kimi düz birbaşa evə gəldim. Biraz gözlədim. Bir qədər küncdə oturub gözlərimi göyə zillədim. Göydə zərzibalı paltarda Muaviyyə ilə Yezidi gördüm. Mənim pişvazıma gəlirdilər, əlimi öpürdülər. Bir tərəfdə cəhənnəmi görürdüm, qapılar üzümə açılmışdı. Cəhənnəm. Eşitmişəm Muaviyyənin bir cənnəti var ki, insanlara verir, düzdür? Siz Allah ondan soruşun, məni öz cənnətinə buraxar. Mən ki ona bu cür xidmət eləmişəm, buna layiq deyiləm. Mən o adamım ki, Allahın cənnətini Muaviyyənin cənnətinə dəyişdim. Yaxşı iş görmüşəm, elə deyil. Özümü otağın qapısı arxasına çatdırdım. Əba Məhəmməd namaz qılırdı. Bir müddət gözlədim. Otaqdan çıxdı. İçəri girdim. Zəhəri kuzənin içinə tökərək çölə çıxdım. Bəs Yezid niyə gəlmir? Səbrim tükənib. Bu qadın deyirdi ki, o məni özünə xanım eləyəcək. Əlbəttə yalan deyirdi. Mən idim ki, onu özümə ər seçdim. İndi isə onu boşayıram. Deyirlər ki, o dəli və çirkindir. Əlbəttə bu ona atasından miras qalıb. Eşitmişəm Muaviyyə ölüm yatağında olub son nəfəslərini alarkən Yezid çox sevinirmiş. Doğrudan belə olub. Öz atasının ölümünə sevinən bir ərə inanmaq olar. Öz ərini zəhərləmiş mənim kimisinə bir ümid yeri var.
Özü də elə bir ər ki, bütün dünyanın ağası idi və Muaviyəni heç nökərçiliyə də qəbul eləməzdi. Mən bir küncdə oturmuşdum. Həsən ibn Əli gəldi. Çox susamışdı. Kuzədən bir piyalə su içdi. Yox, səhv eləyirəm. Zəhəri özüm içdiyim kuzənin içinə töküb və dərhal dünyamı dəyişdim. İndi Ölülər Sarayında Muaviyənin, Yezidin ənvatı ilə bir də bu kənizlə həmsəfər olmuşam. Çətindir, çox çətindir. İstidir, nəfəsim kəsilir. Tez buradan çıxmalıyam. Məyər görmürsüz? Günəş batıb. Hava qaralmağa başlayır. Qaraltılar başlarını qaldırıb məni səsləyirlər. Onların çağırışına cavab verməliyəm. Özümü gərək onlara çatdıram, yoxsa karvandan geri qalaram. Biraz gözləyin, gəlirəm, gəldim. Çıxarın onu şəhərdən. Salam. 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 Siz hardaydınız? Mən Əhmədlə 3 gündür ki sizi axtarırıq. Hüseyin İbn Əli buyurmuşdu ki burada gözləyək. Hüseyin ibn Əli? Bəli. O indi hardadır? Ora bax, orada. Təpənin üstündə durub. Canım qurban Hüseyin ibn Əliyə. Gəlin. Hey! Hey! Filmin sonu. Film Təkamül Tərcümə Mərkəzində tərcümə olunub. Filmi tərcümə edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əskərov, Hacı İsmailov, Səidə Quriyeva, Almaz Amalova, Pərviz Bağırov, Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtuzəliyev, Samir Qulamov, Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları.